sujeti olacaq. Amma hər kəsi izləməyə dəvət edirəm, çünki bu anları, bu məqamları da unutmamalıyıq. 18 yaşında doğum günündən bir gün sonra hərbi xidmətə yollanan və ermənilərə əsir düşərək çox böyük faciələr yaşayan Rafiq İsmayılovu dinləyəcəyik. Dedi və Qubatlını aldıq. Bilmədim mənim anamgil hardadır. Əsirlikdə olanda işgəncə verirdilər. Mən Lapaskan sapı ilə o qədər döydülər ki, dedim mən 11 gündə ermənilərdə əsirtiyəm. O vaxtlar belə deyim, bizim güclü bir texnikalarımız olmayıbdı. Amma bizim mərd oğullarımız, cəsur igid oğullarımız, hətta avtomatla belə erməniləri qovurduq. Gəldi belə çıxdı ki, mənim özüm 6 güllə arası 11 gün əsirlik çəkmişəm. 11-ci günü, bəli, onlardan qaçdım. Özüm erməni dilini bildiyimə görə, mən əsir düşəndə danışdılar ki, bunların başını kəsəcəyik. Biz hücuma keçəndə, Kürmamutlu istiqamətdə hücuma keçəndə, Kənan erməni qırmışdıq, 25 dənə əsir tutmuşduq. Getdik, Kürmamutlu ilə Alxanlının arasında bizim pozisiyamız quruldu orada. Ermənilər həmən vaxt hücuma keçdi, Kənan şəhid verdik həmən an. Mən də yaralandım, qaldım yerimdə. Avqust ayının 24-də əsir düşdüm. 31-i ermənilər gəldi ki, muştuluğumu ver. Dedi və Qubatlını aldıq. Deyəndə istər-istəməz qəhər məni bu arada ağladım. Mən bilmədim mənim anamgil hardadır, atamgil. Özüm qaldım qıraqda, yalnız və indi evdəkilər fikirləşirəm ki, görəsən evdəkilər necə oldu. Əsirlikdə olanda işgəncə verirdilər. Öz içdiyim suyu doldururlar, şpirsə vururlar. Təzə tutanda umuvanlik var idi, altdan dəmir qaldırırsan belə. Onu başımda sındırdılar. Alnımda sigaret söndürdülər, əlimin üstündə sigaret söndürürdülər. Mən Lapaskan sapı ilə o qədər döydülər ki, deyiləsi deyil də, o əzab əziyyətlər deyiləsi, bu insanlığa sığmayan bir əziyyəti verdilər mənə. Hətta mənim yanımda belə deyim, Şamil adında baş leytenant idi, rəhmətli Löküpatanla. Onu qaynar su ilə yandırmışlar, deyirdilər tankistdir. 11 dənə meyit, Azərbaycan meyidi, yüklənildi zilə. Nəhayət, sentyabrın 5-i sübh tezdən gəlib mənə mindirdilər Qarabağ General ştabı maşınına Nivaya. Məni Martunidən çıxartdılar. Martunidən çıxanda şofer abaya deyir, gözlərimi bağlayaq. Aba da deyir ki, yox öldürəcəyik də. Bildim ki, 12-ci meyit mən olmalıyam. Nəhayət Martunidən çıxdıq. Yolda Azərbaycan kaseti qoyurlar, deyirlər necə?